Çevrə dərsindən O nöqtəsi olsun çevrənin mərkəzi nöqtəsi. A və B nöqtələri isə çevrə üzərində olan ixtiyari nöqtələrdir. AMB qövsünə, yəni ixtiyari iki nöqtə arasında qalan hissə, çevrənin ixtiyari iki nöqtəsi arasında qalan hissəsinin onun qövsü deyilir. AMB qövsünə minor qövs adlanır. ANB qövsü adlanır minor qövs. Minor. AMB qövsü isə adlanır major qövs. Yəni çevrənin kiçik qövsü minor, böyük qövsü isə major qövs adlanır. Deməli, major qövs adlanır. Çevrənin mərkəzini onun xətti ilə birləşdirən düz xəttdə çevrənin radiusu deyilir. Çevrənin mərkəzini onun xətti ilə birləşdirən deməli, düz xəttdə çevrənin radiusu deyilir. OB çevrənin radiusudur və AO da çevrənin radiusudur. Bərabərdir radiusa. Çevrənin mərkəzindən sonsuz sayda radius çəkmək olar. İndi danışaq çevrəyə toxunan düz xətt, çevrəni kəsən diametrdən danışaq. Yenə çevrə çəkək bir dənə. Bu çevrə və çevrəyə bir dənə toxunan düz xətt çəkək. Və çevrəni kəsən düz xətt çəkək. Diametr çəkək, bu da olsun vətər. Yəni danışaq bunlardan. Bir A, bu B. AB düz xəttidir. AB düz xəttinin çevrə ilə bir ortaq nöqtəsi varsa, bu düz xəttə toxunan düz xətt deyilir. Deməli, AB oldu çevrəyə toxunan. Və düz xətti, məsəl üçün bu bir D düz xəttidir. Bu düz xəttin çevrə ilə iki ortaq nöqtəsi varsa, yəni çevrəni iki nöqtədə kəsirsə, buna deyilir çevrəni kəsən düz xətt. Çevrəni kəsən düz xəttin çevrə daxilində qalan hissəsinə, yəni bu MM parçasına vətər deyilir. MM parçası həm də nədir? Vətərdir. Buna da deyək bir K. Deməli, K. Çevrəni sildim. Buna da deyək bir dənə KL düz xətdir. Buna O nöqtəsi qeyd olunubsa, deməli KL düz xətdir. Mərkəzdən keçir. Mərkəzdən keçən vətərə diametr deyirlər. KL də diametrdir. Diametr. Çevrənin diametr. Diametr D hərfi ilə işarə olunur. Və 2 dənə radiusdan ibarətdir. Yəni 2 yerə bərabərdir. Buna da bir deyək P2 düz xətti. P2 düz xəttdə vətərdir. Yəni çevrənin ixtiyari iki nöqtəsini birləşdirəndə vətər yaranır. Çevrənin ən böyük vətəri onun diametridir. İndi danışaq çevrədə mərkəzi bucaqdan danışaq. Çevrə daxilinə çəkilmiş bucaqdan danışaq. Deməli, yenə çevrə çəkək. Yazaq A, O, B. Radiusların əmələ gətirdiyi bucağın mərkəzi bucaq deyilir. Mərkəzi bucaq uyğun qövsün dərəcə ölçüsünə bərabərdir. Deməli, mərkəzi bucaq gərdiyi qövsün, yəni bu AMB qövsünün dərəcə ölçüsünə bərabərdir. Yəni alfa bərabərdir ANB qövsünə. ANB qövsünə. Mərkəzi bucaqda məsəl üçün, AMB qövsünün dərəcə ölçüsü 60 dərəcədirsə, onda alfa da 60 dərəcəyə bərabər olacaq. İndi danışaq, daxilə çəkilmiş bucaq nədir? Daxilə çəkilmiş bucaq da uyğun qövsə, məsəl üçün, AMB qövsünə söykənən daxilə çəkilmiş bucaq çəkək. Burada adlandırsaq bir C hərfi yazacaq. Burada olsun bir beta. Beta bucağı çevrə daxilinə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq söykənliyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Yəni beta bərabərdir AMB qövsünə söykənib deyə bunun yarısı ilə ölçülür. Dərəcə ölçüsünün yarısı ilə ölçülür. Məsəl üçün AMB qövsünün dərəcə ölçüsü 60 dərəcədirsə, onda beta bucağı 30 dərəcə olacaq. Daxilə çəkilmiş bucaq uyğun qövsün dərəcə ölçüsünün yarısı ilə ölçülür. Mərkəzi bucaq isə uyğun qövsün dərəcə ölçüsünə bərabərdir. Buradan alfa və beta, yəni mərkəzi bucaq və daxilə çəkilmiş bucaq eyni qövsə söykəndiklərindən beta bərabər olur alfa böl 2-yə. Və yaxud da alfa bərabər olur 2 betaya.
Deməli, eyni qövsə söykənən mərkəzi bucaq və daxilə çəkilmiş bucaq arasındakı əlaqə mərkəzi bucaq həmin daxilə çəkilmiş bucağın 2 mislidir. Buna uyğun suallarda da betanı məsəl üçün 30 dərəcə versə, betamız bizim olsa 30 dərəcə, buranı silək. Betanı 30 dərəcə versə, onda alfanı tapın desə, alfa olacaq 60 dərəcə. Yəni, həmin bucağın 2 qatı. Çünki eyni qövsə söykəniblər. İndi danışaq çevrənin uzunluğu düsturu, qövsün uzunluğu. Birinci yazaq çevrənin uzunluğu. Çevrənin uzunluğu C bərabər 2 pi r düsturu ilə hesablanır və yaxud da yaza bilərik pi d. D burada diametrdir. Yəni, 2 r-in yerini d ilə də əvəzləyə bilərik. Və qövsün uzunluğu düsturu. Qövsün uzunluğu düsturu L bərabər pi r bölü 180 vur alfadır. Burada alfa bucaqla veriləndə biz bu düsturdan istifadə edirik. Məsəl üçün, alfa burada 60 dərəcə olsa mərkəzi bucaq. Yəni, həm də alfa mərkəzi bucaqdır. Mərkəzi bucaqdır. Bizə desək ki, AMB qövsün uzunluğunu tapın. AMB qövsün uzunluğunu tapın. Onda biz necə taparıq? AMB qövsün uzunluğunu soruşur və mərkəzi bucağı bizdə 60 dərəcə verib. Bu zaman L bərabərdir pi r bölü 180 vur alfa. O da pi r bölü 180 vur alfanın yerinə də yazırıq 60 dərəcə. Buradan 60 ilə 180-i xısacaqdır, qalır pi r bölü 3. Radiusdakı, bunlar bilir ki, bizdə radiuslardır. Radiusun da dərəcə ölçüsünü verəndə radiusun da dərəcə ölçüsünün yerinə yazırıq. Bəzən pi-nin də qiyməti verir, bəzən də pi-nin qiyməti verilmir olduğu kimi qalır. Buna əsasən bir nümunə göstərək. Daha dəqiq başa düşün. Buraları silirik. Bir dənə çevrə çəkək. Çevrə. Deməli, mərkəzi. Radiuslarını çəkək. Adlandıraq. A, O, B, A, O, B və radiusu bizə versin 5 olsun radiuslarımız. Mərkəzi bucağı da versin. Deməli, olsun 60 dərəcə. 60 dərəcə. Bizə desək ki, AMB qövsünün də uzunluğunu tapın. L bərabərdir pi r bölü 180 vur alfa düsturundan istifadə edirik. Burada pi vurulsun. R-imiz bizim 5'dir. Vur 5. Bölünsün 180. Vurulsun alfamız da 60'dır. 60 ilə 180 xısacaqdır. Burada 1, burada 3. Qalır cavab deməli 3-də 5 pi. Bu da belə deməli uyğun mərkəzi bucağa uyğun qövsün uzunluğunun hesablanma düsturu. Baxaq, bəzən qövsün uzunluğu burada alfa radian ölçüsündən verilir. Radian ölçüsündən veriləndə L bərabərdir R alfa düsturundan istifadə olunur. Bu da qövsün uzunluğu radian ölçüsündən veriləndə hesablanır. Danışıq çevrəyə çəkilmiş 2 dənə toxunandan. Deməli, A, C və B nöqtəsi. Toxunma nöqtələrini C və B adlandırıq. A nöqtəsindən çevrəyə 2 toxunan çəkilmişdir. AC və AB. Deməli, çevrəyə çəkilmiş toxunanlar A-dan C-yə qədər məsafə və A-dan B-yə qədər məsafə bir-birinə bərabər olur həmişə. Yəni, toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Çevrədə, yəni yaza bilərik ki, AC bərabərdir AB-yə. Çevrənin mərkəzini qeyd edək, O nöqtəsi. A-dan O-ya qədər məsafə. Bunu çəkək sona qədər. Əgər bu AO mərkəzdən keçirsə, deməli AO bizdə olacaq tən bölən. AO tən bölən olur. Tən bölən olur, yəni bucaqlar alfa, alfa deyə 2 bucağa bölünür, bərabər bucağa. Mərkəzdən toxunana radiusu çəksək. Deməli, mərkəzdən toxunana radius çəksək, perpendikulyar olacaq. Mərkəzdən toxunma nöqtəsinə qədər məsafə deyəndə həmişə toxunma hissəsində perpendikulyar olur. Yəni, mərkəzdən toxunana çəkilən məsafə dedikdə burada yaranır 90 dərəcə. Bu da bu şəkildə, bunlar da radiuslar olduğundan, deməli, burada 2 dənə düz bucaqlı 3 bucaq yaranır.
Yadda saxlamaq lazımdır ki, A nöqtəsinin çevrəyə 2 dənə toxunan çəkilibsə, həmin toxunanlar bir-birinə bərabərdir. Əgər A nöqtəsindən çəkilən AD düz xətti çevrənin mərkəzindən keçirsə, onda bu zaman AD tənbələn olur və yaxud AO yazmışıq, AD də yaza bilərik. AD tənbələn olur. Mərkəzdən toxunana məsafə dedikdə həmin radius toxunana perpendikulyar olur. Yəni OC perpendikulyardır AC-yə və OB perpendikulyardır AB-yə. Bu da bu şəkildə yazaq. Çevrə çəkdik. İndi diametrini çəkək və bir dənə də vətər çəkək. Bura bir O nöqtəsi olsun. Bu AB diametri olsun. Bu da CD vətər olsun. Biz dedik ki, mərkəzdən deməli, qayda belədir. Diametr vətərə perpendikulyardır. Diametr vətərə perpendikulyardır və həmin vətəri 2 bərabər hissəyə bölür. Bura bir K nöqtəsi yazaq. Yəni CK bərabərdir KD-yə. Deməli, necə oldu? Diametr vətərə perpendikulyardır və həmin vətəri 2 bərabər hissəyə bölür. CK bərabərdir KD-yə. Bu tip məsələlərdə biz həmişə demək olar ki, çox vaxt O ilə C-ni birləşdirib burada radius olur və burada yaranan düzbucaqlı üçbucaqdan istifadə edirik. Bu hissəni silim vətər. Belə bir düsturda yaza bilərik. Bu düzdür, vətərlərdə yazacağım bunu. Amma burada da qeyd edeyim. A-dan K, AK vurulsun KB hasili bərabərdir CK vurulsun KD-yə. Bu şəkildə bir qaydamız var. Məsəl üçün, bizə AK-nı 3, KB-ni versin. Olsun, neçə olsun? 9 olsun. KB. AK 3 olsun. KB 9 olsun. Və bizdən CD vətərinin uzunluğunu istəyir. Biz bilirik ki, diametr vətərə perpendikulyardır və onu 2 bərabər hissəyə bölür. Ona görə CK ilə KD-yə bir x desəm, qaydaya əsasən yaza bilərəm. AK 3 vurulsun KB 9 bərabərdir CKX vur x. Buradan da x-in kvadratı bərabərdir kök 27-yə. X də bərabər olacaq 3 kök 3-ə. X 3 kök 3-də bizdən CD vətərinin uzunluğu istəyir. CD vətərdə 2x olduğundan, yəni 2 vur 3 kök 3. Bu deyir 6 kök 3 olacaq. İndi çevrəyə toxunanan danışmışkən, yenə ixtiyari bir nöqtədən 2 dənə toxunan çəkək. Adlandıraq A, C və B. Bura bir alfa deyək. Toxunanların yaratdığı bucaq alfa olsa, bu da N olsun, bu tərəfdə M olsun. Deməli, C qövsü üçün biz alfa bucağı üçün biz yaza bilərik. Alfa ilə CMB qövsünün dərəcə ölçüsünün cəmi 180 dərəcəyə bərabərdir. Məsəl üçün, bizdə alfanı 30 dərəcə verib, desək ki, CMB qövsünün dərəcə ölçüsünü tapın, onda CMB bərabər olacaq 150 dərəcəyə. Çünki alfa ilə CMB qövsünün dərəcə ölçüsü 180 olmalıdır. Əgər alfa 30-sa, CMB də olacaq 150 dərəcə. Belə bir qayda. Və yaxud da bunu digər tərəfdən bu şəkildə də tapa bilərik. Alfanı. Deməli, bu alfa üçün birinci qayda yazaq. Alfa buradan bərabərdir 180 dərəcə çıxılsın CMB qövsünün dərəcə ölçüsünə. Bu şəkildə. Digər tərəfdən alfanı yaza bilərik. Alfa bərabərdir CMB qövsü, yəni bu böyük qövs, bu M-dir. CMB qövsü çıxılsın CMB qövsünün dərəcə ölçüsü bölünsün 2. Alfanı bu şəkildə də tapa bilərik. Yəni böyük qövsünün dərəcə ölçüsündən kiçik qövsünün dərəcə ölçüsünü çıxıb 2-yə böldükdə alınır alfa bucağının dərəcə. Bu da olsun ikinci düsturumuz bizim. Deməli, həm yaza bilərik alfa ilə CMB qövsünün toxunanlar arasında qalan qövslə yaratdığı bucağın cəmi 180 dərəcədir. Və yaxud da böyük qövsdən kiçik qövsün dərəcə ölçüsünü çıxıb 2-yə böldükdə toxunanların əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapmış oluruq. Bu toxunanı silirəm. Toxunanı birini silək. Bu düsturları da silirəm.
Aha, indi bayaq 2 toxunan üçün düstur yazdıq. İndi bir toxunan bir kəsən üçün düstur yazaq. Bu olsun kəsən, çevrəni kəsən düz xətt. Bura bir B deyirəm, burada bir D deyirəm. Deməli, çevrəyə bir toxunan və bir də kəsən çəkilir. Bu kəsəndə mərkəzdən keçsin. Onda bu qövsün dərəcə ölçüsünə buranın. Bir saniyə, bunu düzəldək. Bunu təzən çəkim. Səliqəsiz olur. Bir dənə çevrə çəkək. Bir toxunan çevrəyə. Bir də kəsən. Dedik, kəsəndə mərkəzdən keçsin. Adlandırsaq A, B toxunanı. Bura bir C, burada bir D. AD-li kəsən çəkilir və kəsəndə mərkəzdən keçir. Onda bu qövsə bir BNC qövsü olsun, bu da bir BMD qövsü olsun. Və bizdən alfanı soruşur. İndi baxaq. Əgər biz bayaq 2 toxunan üçün yazdıq ki, toxunanlar və arada qalan qövsün cəmi 180-dir. İndi burada bu AD toxunanın mərkəzdən keçdiyinə görə deməli bu qövsə dərəcə ölçüsünü 180 deyə 2 hissəyə bölür. Onda alfa ilə BNC qövsünün dərəcə ölçüsü bərabər olmalı 90-a. Bayaq 180 idi. İndi mərkəzdən keçdiyinə görə yarıya bölünəcək, olacaq 90 dərəcə. Və yaxud da alfanı tapa bilərik. BMD qövsünün dərəcə ölçüsündən çıxarıq. BNC qövsünün dərəcə ölçüsünü bölərik 2-yə. Yəni, toxunan və kəsənin yaratdığı qövslərin deməli, böyük qövsünün dərəcə ölçüsündən çıxırıq, kiçik qövsünün dərəcə ölçüsünü bölürük 2-yə. Bu da eyni qayda. Birinci düstur və ikinci düstur. İndi baxaq, deməli, ixtiyari 2 dənə kəsən çəkək. Çevrəyə 2 dənə kəsən çəkək. Çevrə çəkək. Və çevrəyə də 2 dənə kəsən çəkək. Biri belə olsun, biri belə. Yazıram A, B, C, D və Y. Bu M olsun, yazaq burada N. Bizdən alfa bucağını istəyir. Alfa bucağını tapmaq üçün yenə kəsənlər arasında qalan qövslərə baxırıq. CMY qövsünün dərəcə ölçüsündən çıxırıq. BND qövsünün dərəcə ölçüsünü bölürük 2-yə. Düsturumuz bu şəkildə olacaq. Deməli, çevrəyə bir toxunan və bir kəsən çəkilmişdir. Danışaq toxunan və kəsən haqqında. Bu zaman toxunanın kvadratı və AB-nin kvadratı bərabərdir. AC vurulsun AD-yə. Deməli, AB-nin kvadratı bərabərdir. AC vurulsun AD-yə. Və yaxud da çevrəyə 2 kəsən çəkilmişdir. Bunu silək. Çevrəyə 2 kəsən çəkilərsə, yazıram A, B, C, D və Y olsun. 2 kəsən çəkilərsə AB vurulsun, A-dan B-yə qədər məsafə vurulsun ümumi şəkildə AC-yə bərabərdir. A-dan D-yə qədər məsafə vurulsun AY-yə. Bu şəkildə hesablanır. Çevrəyə 2 vətər çəkək. Bu bir vətər, bu da olsun bir vətər. Adlandıraq. AB vətəri və CD vətəri. Burada kəsişmə nöqtələri olsun. Bir P yazaq. Deməli, vətərlərin xassəsinə görə AP. Deməli, AP vurulsun PB bərabərdir. CP vurulsun PD-yə. Bu da vətərlərin xassəsi. 2 kəsişən vətərin xassəsi. Bunun vətərlər arasındakı bucağın düsturunu da yazaq. Alfa üçün. Bura N olsun, bura M olsun. Alfa bucağını tapmaq üçün DMB qövsünün dərəcə ölçüsünün üzərinə gəlirik. AMC qövsünün dərəcə ölçüsünü bölürük 2-yə. Bu da vətərlərin yaratdığı bucağın tapılma düsturu. Yenə 2 vətər çəkək. Adlandıraq. AB vətəri və CD vətəri.
Əgər AB vətəri paraleldirsə CD vətərinə, bərabər vətərlərin arasındakı qövslər bərabər olur. Yəni, daha doğrusu, vətərlər paraleldirsə, paralel vətərlər arasındakı qalan qövslər bərabərdir. Yəni, ANC qövsü bərabərdir BMD qövsünə. Deməli, vətərlər paraleldirsə, paralel vətərlər arasında qalan qövslər də bir-birinə bərabər olacaq. İndi baxaq, bu birinci şərt. Əgər, ikinci şərt üçündür. Əgər AB qövsü bərabərdirsə CD qövsünə, əgər AB qövsü bərabərdirsə CD qövsünə, onda bunların gəldiyi, deməli, bunların gəldiyi qövslər bərabər olur. Yəni, bu hissə ilə bu hissə. Bura bir K deyək, bura bir L deyək. Deməli, əgər AB bərabərdir CD-yiz, onda AKB qövsü bərabər olur CLD qövsünə. CLD qövsünə. Və mərkəzdən olan məsafələr də bərabər olur. Burada bir O nöqtəsi yazaq. Deməli. Bura bir N, bura bir M yazaq. Və ON bərabər olur OM-ə. Deməli, əgər vətərlər bir-birinə bərabərdirsə, onların mərkəzdən olan məsafələri bərabərdir və gəldiyi qövslər bir-birinə bərabərdir. Əgər vətərlər paraleldirsə, paralel vətərlər arasında qalan qövslər bərabərdir.